Zaman vaxtları bir xalam vardı, gəldi bizə, baxdı mənə, sonra birdən qeyddə, ədəb, davay sənə evləndirəyək. Dedim, Əcəb, ne yaxşı, evləndirin də. Bir də antız dörsətdilər mənə. Biz onları etdik, onlar bizə dərdilər. Bir gün dillə uca toyunda, ne yaxşı. Siz də mənə bağışlayın, gecə qalxaram mən bunun yanına, baxıram, görürəm ki, çok uca oxşamır. Dedim, ələ sən kimsən belə? Deyim, onun böyük batıyam. Əcəb, təzə moddur bu. Balaca kızı gösterirler, böyünü verirler. Kim öyle kurdu düzeltti? Ki anam, teze gelin eleme tembellik. Neyse kurdu başıma, hoşumu itirdim de. Gözümü açmışam, görürəm yenge, yekə gövdəsiyle dayanıb çarpayın yanında. Mənə deyir, ne olub edə? Deyirəm, də ne olacaq? Hal qəzyə belə. Yenge yekə gövdəsini koydu, çarpayın qırağına oturdu. Fikirleşdi, mənə belə qayıtdı, dedi ki, sən belə eləcəksən, qıza toxunma. Gedib o birisi bacısını gətirəcəm, qızları değişdirəcəm. İnanıram da, indi uzanmışıq belə, gözləyirik. Bir gün gözlədik, gəlmədi. 2 gün gəlmədi, 3 gün. Gəlmir də bu. İlham, sən neyniyərdin? Mən heç nə eləməzdim, Mən meylədim, qırdım, ışığı söndürdüm. İşten kızımız oldu. Her defa gedirəm doğum öyünə, mənə deyirlər, muştuluğu bir oğlun olub, muştuluğu bir oğlun olub, gətirəm evi görəm deyiz. Deyirəm, pulumu qaytarın da, deyib buralarda ol. Bizim işte bir meskonumuz var, adı Elxan'dır. Yaxşı oğlandı, tanıyırsınız, gülür elə, həmişə gülür. Mənə qayıtdı, bilsən nə olub? Deyirəm, nə olub Elxan? Deyir, bizdə injiner vardı ya, o rəhmətə gedib, ne pis oldu, neyini yey, deyib pıy yığırıq, nə qədər, deyib 50 manat, əcəb 50 manat, verdim. Birinci işe gəlmişəm, görəm mühendis məndən qabaq gəlib, deyəm, Elxan pılımı qaytar da, deyib buralarda oldu, də öləndə səndən pıl almayacaq. Bir daha deyib, pütovkan var, domotluğa. Verim sənə, ged istirahət elədinə. İnanıram da, götürdüm pütovkanı, getdim domotluğa. Allah haqqı, domunu gördüm, odluğunu görmədim mən o. Səhər verirlər şirin çay, pendir çörək, getdi əbədə. Əbəddə noxud supu, axşam vəziyyət gərginləşir, qaçdım oradan.